Salam, hər vaxtınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Bir daha xoş gördük. Gündəm masada verilişi ilə sizin qarşınızdayıq. Hər zaman olduğu kimi ən vacib məsələləri və gerçəklikləri masa ətrafında müzakirə etməyə çalışacağıq. İlk saniyelərdən isə daimi tamaşaçılarımıza ənənəvi ricamızı xatırladırıq. Yayımımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, müzakirə edəcəyimiz mövzuları sizinlə birgə daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. İranın paytaxtı Tehranda yenidən partlayış səsləri eşidilməyə başlayıb, müdafiə sistemləri işə düşüb. İlk növbədə bu xəbəri diqqətinizə çatdırmaq istərdim. Daha sonra ətraflı formada bu və digər hadisələri gərgin gedişatla bağlı məqamları təhlil edəcəyik. İranın paytaxtı Tehranda nəyə görə partlayış səsləri eşidilir? Tehranın bəzi ərazilərində zenit atəşi və partlayış səsləri eşidilib. Bu barədə Reuters agentliyi tərəfindən də məlumatlar təqdim olunub. Qeyd olunub ki, bu cür səslər adətən hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsi ilə əlaqəli olur və son dövrlərdə bölgədə artan hərbi gərginlik fonunda bu hadisələr daha çox baş verir. Eyni zamanda Financial Times nəşri yazır ki, İsrail-İran raket təhlükəsinə qarşı müdafiəsini gücləndirmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliyi ərazisinə lazer əsaslı hava hücumundan müdafiə sistemləri göndərib. Bu sistemlərin əsas məqsədi raket və pilotsuz uçuş aparatlarını daha ucuz və sürətli şəkildə zərərsizləşdirməkdir. İsrail həmçinin Birləşmiş Ərəb Əmirliyi daxilində əlavə birləşmələrini də aktiv vəziyyətə keçirib. Bununla bağlı müvafiq son hücum hazırlıqları gözlənilir, görülür və növbəti zərbələr İrana endiriləcəksə, hansı ki, indi partlayış səsləri də eşidilməyə başlanıb. Bunun ardınca daha geniş miqyaslı hücumlar olacaqsa, bu zaman bölgəni, İranı baş verən hadisələrdən yola çıxsaq, nələr olacaq, hansı proseslərin şahidi olacaq, bu və digər mövzuları hal-hazır ki, gedişata uyğun olaraq təhlil etməyə çalışacağıq. Cənubi Qafqazda da vəziyyət olduqca, belə deyək, qəliz olaraq qalmaqdadır. Rusiyanın Ermənistan daxilində yenidən qarşıdurma yaratmaq cəhdləri Ermənistanı qarışdıraraq bölgədə münaqişələr, toqquşmalar və s. proseslər üçün yenidən ssenarilər hələ də işə salınır və müxtəlif istiqamətlərdə bu baxımdan Rusiyanın fəallığı göz qarşısındadır. Paşinyanı devirmək, onu uzaqlaşdırmaq və daha sonra isə keçmiş planları yenidən həyata keçirmək, ərsəyə gətirmək. Yəni, bu baxımdan da Rusiyanın son vaxtlar müəyyən addımlar atması, çağırışlar səsləndirilməsi, necə ki, Putinin qondarma erməni soyqırımı günündə müraciəti vardı ki, müasir erməni gəncləri, oğlanlı, qızlı, hər kəs ayağa qalxmalıdır, milli erməni kimliyini qorumalıdır və s. Bu cür bəyanatlar və çağırışlar da ünvanlanır. Yəni, bunlar hamısı müzakirə edəcək bölgəni, Azərbaycanı, bizi nələr gözləyir, nələr hazır olmalıyıq. Studiyamızda isə dəyərli qonağımız, tanınmış Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə bizimlə birlikdədir. Salamlayırıq, xoş gördük Əjdər bəy. Xoş gördük bəy əfəndim. Təşəkkür edirik. Dəvətimizi qəbul edib canlı yayımızdasınız. Minnətdarıq. Son vaxtlar yenidən İran daxilində bu qarşıdurmaları müzakirə edirik. Bu da çox vacibdir. Elə başdan da qeyd etmişik. İranda bu qədər proseslərin özləri üçün qəliz olduğu bir vaxtda çox maraqlı üst-üstə düşən məqamlar var. Həm İranın içərisində baş verənlər, həm də Rusiyanın eyni vaxtda paralel həyata keçirməyə çalışdığı müəyyən davranışlar ortadadır. İranda yaşananları təhlil etsək, İrandakı proseslərdə daha çox diqqət çəkən məqamlar nələrlə bağlıdır? İranda bilirsiniz ki, bu qədər qarşıdurma, münaqişə, İsrail və Amerika Birləşmiş Ştatlarının birlikdə hücum təşkil etməsi və hücumun ardınca isə rejim gücdən salınır, rejim zəiflədilir. Öz daxili işləri və problemləri ilə məşğul olmaq əvəzində nəyi gördük, nəyi müşahidə etdik son vaxtlar? Müəyyən qrup, az yaşlı uşaqlar da çoxsu məktəblidir. Yəni, belə yetkinlik yaşına çatmayan 13-14 yaşlı uşaqları bir araya gətirmək və onlara musiqi ifa elətdirərək Azərbaycan əleyhinə şüarların səsləndirilməsi. O da boğazdan yuxarı deyilmiş fikirlərdir. İran rejimi daim bizi elə bu cür çıxışlarla, çağırışlarla təhdid etməyə çalışır ki, həddini aşma, yolundan azma, İran edir buradan elan, bunu bilsin bütün Azərbaycan, belə axmaqçasına fikirlər. Oradakı Azərbaycanlı uşaqlar da var əksəriyyətin içərisində. Onların dilindən bizə qarşı bu cür nifrət hissi ifadə edən çağırışlar edilir. Bu, İranın mövqeyi, son günlərdə baş verən hadisələr, İranda yaşanan olay. Paralelində də Rusiya prezidentinin qondarma erməni soyqırımı ilə bağlı müraciəti.
qalxın ayağa, vuruşun, mübarizə aparın. Yəni milli erməni kimliyini qorumaq lazım. Yenə də o böyük Ermənistan arzusu və s. Sanki onun timsalında nəyisə orada alovlandırmaq hesablanan cəhdlər. Nə deməkdir? Yəni bu İran o tərəfdən bizə barmaq silkələyir. Rusiya bu yandan erməniləri ayaqlandırmağa çalışır. Bunların eyni vaxtda baş verməsi nədən xəbər verir sizcə? Bir tərəfdən Rusiya, digər yandan İran. Demək dediniz, amma demək ki, Avropa Şurasında deyirdiniz, onların da bu günlərdə, ya Nederlandın, Hollandiyanın da demək ki, bu gələn xəbərlər demək olar ki, bizim də burada Milli Məclisdə də söhbətləri gedir, Avropa Şurası ilə söhbətləri bu son hadisələrlə bağlı və bu qondarma soyqırımla da bahanə olub ki, bunların əlinə düşübdür ki, özəlliklə də Tehranda da, hətta Təbrizdə də bunlar gətirdilər ki, demək ki, bir nə deyirsiniz, proqram qoymuşdular ki, ay demək bunların qohum akrabaları bu ermənilər yenə yadlarına düşdü. Amma bir şeyi də səhv eləyirlər, o da nədir? Həm Putin ilişib qalıb, buynuzı ilə palçığa keçib Ukraynada. Çalışırdı ki, bəzi oyunlardan istifadə eləsin, Trump'la, ondan sonra bu Alaskaya getməklə, ortada da demək, həm bunun hakimiyyəti məsələsi var, həm də bunun demək ki, Avropadakı o resurslar, bunun pulu da Avropadadır, milyardlarla və demək, alışverişi də Avropadandır, texnika da Avropadandır. Avropada geri oturmur. Yəni, bu günləri elə bu gün, yəni, Mertzlə Trump'ın arasında söz atışmaları gedir və yaxud demək ki, İngiltərənin padişahı Charles da Amerikaya getdi, geri oturmadı. Yəni, Putin, Trump'ın elə qarşısında dedi söhbətlərini. Amma məsələ nədir? Orada bir geniş məsələ də var. Biz Azərbaycanlı olaraq, Türk olaraq, mən dəfələrlə demişəm, keçən sənələrdə demişəm, bizim alyans bəllidir, hansı alyanslanıq. Biz demək ki, Batı dünyasının, gəlişmiş dünya ilə, demokratik dünya ilə bir yerdəyik. Biz o alyansla bir yerdəyik. Və bu günləri demək ki, İran adlanan yerdə gedən bu hadisələrdə gördünüz ki, Əraqçını tələm-tələsik ki, İslamabada, İslamabaddan da demək Qətərə, Qətərdən də birbaşa Rusiya göndərdilər. Əlbəttə, Pakistanda geniş addım ata bilməzlər, çünki Pakistanda Şərif ailəsi, indiki Nawaz Şərifin qardaşı, baş nazir bir işarə deyil orada. Orada demək Genəlqurmay Başqanıdır, hər şeydir, 3 gündə Tehranda idi. Və onlara da getdi, dedi Washington tərəfindən və Trump da dəfələrlə deyib ki, o adam, mənim dostum, mənim adam, Amerikanın adamıdır. Deməli, Pakistan ordusu birbaşa Amerikanın adamıdır və Hindistan ki, Çinlə əlbirdir filan. O baş nazir də istəyir ki, çalışır ki, orada göstərsin, biz barışığa demək ki, təşəbbüsdə bulunduq, barışıq burada oldu, orada çox oyunlar gedir. Və yaxud bir yandan durdu, Pakistan dünən yox sırağa kimi bir dənə cığır yol açdı Tehran rejiminə, oradan maşınlar gəlsin, geçsinlər filan və bu sanksiyalar qoyulub hər yandan ki, Amerika qərara gəlir ki, bağlasın hər tərəfdən Tehran rejiminin o pişik yolların hamısını bağlasın, canını alsın. Pakistan bir yandan da demək ki, o işi görür, sözüm onda yox. Məsələ budur, o Əraqçı tələm-tələsik Moskvaya getməsi və birbaşa da Sankt-Peterburgda Putin ilə görüşməsi, ardında da gəldi Tehrandan ki, Qalibafla və bu demək olar ki, adam da demək ki, mətərsək farda, türkçəsini demirəm ki, Bakıda cəmaatın ürəyinə dəyməsi, biri də tez küsürlər ki, mətərsək yeni quş qondurması, o farsça onu özləri, onlar da adlarını qoyublar. Yəni, məsələ buradadır ki, mən deyən oldu, olmadı. Sən gələn gündən, adam yəni gələn gündən dedim, sən bikarə deyilsən orada. İndi də bu xuntanın qabağında, xunta var orada da, indi xunta təşkil olubdur. Xunta oradadır, qərarı onlar verirlər. Onlar yeri gələndə, hətta sənələr bundan qabaq mən buradan söyləmişəm, bu tribunlardan. Qulaq asan şimdi dedim, onlar istəsələr yerində Xameneyin də başını soxarlar su altına. Yalanlar ikinci Xameneyi də yaralanır. Hardadır? Əhməd harda? Əhməd harda? Hanı Muştaba? Hardadır? Gətirin də ölüsün, dilisin, bir tükündən zadından gətirin, DNA verər filan, deyir axı. Ona görə də xunta yaranıbdır və demək, şimdi Xameneydən sonra İran adlanan yerdə konstitusiyaya görə ikinci adam kim hesab olunur? Həmin demək ki, Pezeşkiyan, yəni bu prezident də icra qüvvəsinin başçısı. Və demək ki, hani qoymurlar yaxına, yəni sənin tabanın yoxdur, sənin gücün yoxdur, sənin də deyəndə də burada eşitdin bəzi adamların ruhuna dəyib, deyiblər, bu əjdərə də bir zəng açaq, sən yerini bilir, əjdər zəng açaq filan deyib filan. 50-50 üstə, bir 50 də onun üstünə. Elə bilirsən ki, bizdə qaçıb getmiş kimsələr kimin
Heydər Əliyev havaalanından minmişik təyyarəyə, getmişik, düşmüşük İtaliyada ya İsveçdə, demişik bizi də Azərbaycanda bir polis qapaz vurub mənə. Mənə də bir oturum verin. Oradan da bir oturum alacaq, sabah da burada sahildə hərlənir. Onlar da bunlar da gəlib bizi alladırlar, belə deyirlər. Elə dünyada hamı akışıb çakışıb Bakıda şefindədir. Bütün dinlər, bütün mədəniyyətlər belə filanlar. Ona görə də indi demək ki, yaxşı. Sən Milli Təhlükəsizlik Şurasının başçısısan. Qanun da belədir, konstitusiyada. Yəni bu dediyiniz Pezeşkiyan var ha, prezident. İran adlanan yerdə Milli Təhlükəsizlik Şurasının başçısıdır. Onun imzası olmasa kimsə orada bir qələt eləyə bilməz. Və 2 ay bundan qabaq 100 gün oldu. Bu günlər 101-ci gündür. 101-ci gün bundan qabaq orada bu adam bir şey imzaladı. Qol səhməsə olmaz. Hətta bundan öncə vaxtilə o hırıldayan xatəmi var deyə. Hamı deyir, dayı gəldi, mədəniyyətləri konuşturacaq. Nə mədəniyyəti? Elə o da bir dəfə o imzanı atdı gecə. Sonra töküldülər, qırdılar öğrenciləri. Yataqxananın Tehran'da üstündən attılar, qırdılar. Və dedilər, ahı bə sən prezidentsən, bir söz dedi. Dedi, yox, qan çox dökülər. Elə həmin Qalibov, Qalibov. Həmin günlərdə demək ki, Tehran'da polis rəisi kimi qırdı töydü cəmaat. Ona da fəxr edəydi. Mən küçələrdə adam öldürmüşəm, biləcəkdən baxır. İndi də həmin Pezeşkiyan da o Milli Təhlükəsizlik Şurasında ora imza atayım, imza atmasa olmaz. İmza atıp yaxşı görür. Amma neyini? Bir işi görür. Sonra imza atır, yavaş söylemeyende görür ki bir dənə kamera var, bir yerə sığılır. O da bir yaxşı iş deyir də, gərək cəmaatla yaxşı geçsin. Ben niye imzamı atıbsan oraya? Ha? Yəni orada bir oyunlar çıxardılar ki, və bu günlərdə nə oldu? Bunlar biri də görürlər ki, dağılır bura. Dağılır burada. İndi bir də nəmay bilim bizim ölkələrdə, qonşu ölkələrdə namazı əskik qalan, orucunu yiyən ya yeməyən ya oruçluqda əskik gətirən, ondan sonra nə bilim yuxusunda cin görənlər durublar İran havası başlarına düşüb. Ağa müsəlman ölkəsidir, İslam getdi, vay İslam, vay dadam vay filan. Durun Şiə qardaşımızdır. İran özü böyük ölkədir də, İran. Sen bilirsən ki, İran adlanan yerdə bu rejim neçə mindən adamı, cavanı, uşağı, gənci, qızı öldürüb, hamısını da zorlayıb, 70 yaşında kişiləri canım var ver qabağa. Ha? 70 yaşında özününkiləri də zorlayıb. Başa düşdünüz? Ona görə də bu günlər bu rejimin əhvalatı bəlli. Minlərcə özününki, baxmayaraq Səddamla nə qədər adam ölümə verib, Suriyədə nə qədər adam qırıb-qırdırıb, haralarda nə qədər adam qırıb-qırdırıb, o başqa bir şey. Ona görə də bu günləri, Əraqçı ki, o cür qayıtdı, tez getdi Putinin yanına, orada bunlar, mən demirəm, mən desəm, deyərlər, pis çıxar, televizyonunuzda da söhbət çıxar, bunu Trump deyir, Trump da dünyanın ağası odur. Trump deyir ki, bunlar itinən pişik kimi bir-birini boğurlar, öldürürlər. Seyid Əli ölüb, o deyir ki, mən bu deyir, hərə başlayıb özünü orada demək ki, mən əmr verirəm və Qalibafı qabağa verirlər, ona deyilə də sən kimsən, bu deyir, sən kimsən. Əraqçı getsəyin, qayıtsəyin də gördünüz nə oldu da Tehranda. Bir yandan demək ki, həmin adam, neçə vaxtda bu adam mələyir, həmin bu quş qondurmaz Pezeşkiyan, mənim də ağzıma düşüb deyib. Ona görə demək ki, mələyir, ora qaçır, bura qaçır, mən də bir söz deməliyim. Əgər Pakistanda danışıq gedir, Amerika ilə, ora vəns gəlir filan, mən də o səviyyədə, mən getməyəm, deyək, qaçıq gedir, sən kimsən? Qaç gedəcək, Əraqçı, paslar olub, İnqilab Qvardiyasının üzvü olub deyir, ələ də deyir ki, mən o paltarımı, vayenli paltarda, İnqilab Qvardiyası paltarı aslamışam, iş yerimdə də varım. Onların adamı deyir, o qanatın adamı deyir, hər yerə də onu göndərirlər. Və neynədilər? Dedi ki, mən prezident deyirəm. Və bu da zaten da dinləyibsiz Qalibavı. Qalibavı da altdan Amerikalılar dən dökmüşlər, danışdırırdılar. Mənlə bu Qalibov Əraqçını istəmirik, Xarici İşlər Naziri. 2 gün, 3 gün bunun söhbəti gedir də. Yəni bunu istəmirik. Niyə? Bu da İran adlanan yerdə hər kəs ki görür ki dağılır, nizam dağılır, sistem. Bu mənada deyil ki, bu sistem, bu nizam, bu quruluş, hər nə mənə. Ay Türkün xeyrinədir, Azərbaycanın xeyrinədir, millət elə deyil. Onlar istəyirlər ki, bu rejimi qutarsınlar ki, bu İran adlanan yeri elə o çərçivədə saxlasınlar. O çərçivədə saxlasınlar və daraşsınlar, sonra bu millətlərin canını alsa. Bilirsiniz nə deyirlər İran adlanan yerdən? Bütün o cəmaatın hər əlinə düşür o imkanlar.
İndi neçə ay dedi interneti bağlayıblar ondan sonra. Bax bütün nə qədər kommunikasiya zat var bağlayıblar. Gələn xəbərə biləsiz cəmaatına yazır. Deyirlər ki Trump amandır. Siz baxmayın bu Türkiyədən və bəzi bizim kanallardan deyirlər, "Dadabaş İran qalib gəlir." Nə qalib gəlir? Yat yuxunu görərsən. Dədələrin yandıracaqlar. Nə qalib gəlir? Gəlib vurub, hamarlayıb, xaraba qoyub, yalandan da bunlar yığıblar, siz də dediniz. Gecə də yığırlar bir də uşaq-muşağı, qadınları, beçaraları avara gətirirlər. Gecənin qoyurlar, bir yazı nə deyirsən, çörək verirlər, sudan, puldan hərəsinə. Özdə deyirlər, bilirsiniz, lüt dəcəlsiz olar. Və nə oldu? Bir dənə tüşə görə adamları asırdınız, dədəsini yandırırdınız. Məclisizdən keçirdə bilmirdiniz bu qanun ikidən. Bir-birinizi qırırdınız. İndi demək ki, hamısı lütülüb bizi, açın baxın da. Sıxır ayşələr də, xaricdən gələnlər, filandadır. Onu alı deyildi, neçə verir dedi. Deyir, gecə bayrağı dəbərtməyə 800 min tümən verirlər. Gidib 800 min tümənimi alım gəlib. Pul paylayırlar. Hələ demək ki, xaricdən də gətiriblər də. Keçən dəvədə söylədim, Həşədil Şəbini xalqın arvadına, uşağına, o gətirdiklər, o Həşədil Şəbilər, ondan sonra adı nə deyə, Zeynəbiyyun, Fatimiyyun, Hüseyniyyun, Kətaybiyyun, belə qurtardı, Şəddadın. Gecə günü başlarına düşmüydü. Özlərinin xanımı, arvadı, uşağı da hamıya sataşırlar. Dirəyirlər, sataşırlar. Cəmaat da çəkir, nə qədər bağlasalar da. Cəmaat çəkirə göndərir nədir? İran adlanan yerdə. Bir dənə yalancı üz var, bir şey. Şimdi elə daba İran vurdu. İran görürsən nə qaydı? Amerikan dədəsini yandırıb. Doğrudan Amerikanın dədəsini yandırıb. Bu günləri Trump dedi, biləysən nə var? İstəsə Tehranın ortasından uçağından uçarıq. Ölür. İsrail deyir ki, bilirsən nə var orada demək. O F-16'ları da Körfəzdə, F-16'lar da, Gəncan Körfəzində. Orada da qalaylayıb hazırda İsrail. Bayaq da söylədiniz. Amarat keçən həftə içində 3 gün bundan qabaq zatdan çıxdı. Nə deyirsən, OPEC-dən çıxdı, OPEC Palas'dan da çıxdı. Hamı deyir ki, nə oldu buna birdən-birə? Elə də deyir, mən İsraillə. Körfəzin üz ortasından gördülər ki, bir dənə burada, bir dənə Amerika ilə İsraildən sonra kimsə bunları qoramayacaq. Gördünüz, pulları var, ərəblərin orada pulları var. Tehran rejiminin təhcə əmaratda 560 milyar dolar pulu var. Çünki Tehran rejimi qara pullarda oradan yoğurdu, İnqilab Qvardiyası oradan yoğurdu. Pulları qutaran deyil. Pulları var, dünyada tanınmışdılar, biznesi oradan, hər nə oradan. Amma nədir? Gücləri, silahı dağları güc. Odur biz deyirik ki, Azərbaycan burada milyarder də olsa, belə demək ki, demək ki, nə deyirsən, Xəzər yox, bu bizim demək Şirvan çölü yox, haralarda, hər yandan nə fantallıya, pul gələ, yenə cıqqılısan. Sənə bütün Azərbaycan lazımdır. Sənə o 40 milyon lazımdır. Nəfəsvən nəfəs, necə ki 90'lardan bəri Tehran rejimi mələyir deyə yalvarırdı Azərbaycana. Azərbaycan ora füzə atmışdı, casus göndərmişdi, yox. Qorxurdular, o 40 milyon, bu 10 milyon, 30 milyon, oradakı elə 10 milyon, 10 milyon, 10 milyon, burada bir dövlət, Trump, Putin ondan qorxur, Batı dünyası da qorxurlar. Burada bir dənə güclü dövlət, o da demək ki, indidən ki, hələ, heç saat yoxdur, bu 10 milyonla meydan oxuyur. Nə oldu? Demək ki, indi bir dənə Vardaniyanın birisini, Vardaniyanın zadı tutmadı, senaryosu, ay pullu gəlir, onu Gürcüstanda elədilər. Hələ onun zindanın, beçara Sarkaşvili hələ çəkir. Demək ki, Tbilisidə cəmaat heç çıxır, soxunlu da, nə oldu? Həmin baş nazir ki, Sarkaşvili zindana basdılar, özü çıxdı, demək ki, fırıldağın biriydi, indi 6 il, 9 il zindana, həmin baş nazir Gürcüstan. Niyə? O adamı ki, yolladılar, Səkinində, Putin milyarder yolladı ora, gəldi filan. Və Vardaniyanı da yollamışdılar Qarabağa. Putin Rusiya vətəndaşıdır, Şalanda milyarderdir, pulu da paylayır. Azərbaycan da vurdu başına. Putin'i yox, belə səni demək ki, nə bilim, it də, şeytan da, hər kəsə göndərsə gəl, otur burada, hələ qal burada, qalacaqsan. İndi Ermənistana onun bir dənə cinə tayin göndərir. Cinə də tayin göndərir bu dəfə Paşinyana qarşı. Bilirlər ki, bu Paşinyan demək ki, başa düşüb ki, deyir, o da bunu min dəfə deyib. Yəni, başa düşüb ki, bir dənə məğlub olmuş, vırılmış, ondan sonra baş nazir, ali baş komandan, seçkidə də qazandı, dayanıb da orada deyirlər, bunun sirri nədir? Ona görə ki, qayıdıb millətə dedi, deyək ki, bu tapo var ha bu. Bu tapo bu ki var, buna razı olaq, tariximiz, Türkiyə ilə nə işimizə, Azərbaycandan nə işimizə, gəliş gediş olsun, ondan sonra filan, nəyə qayda asala açacaqsınız, o yuxu idi. Asala düzəldəcəksiniz, nəmsi düzəldəcəksiniz, gedəcəksiniz dünyanın o yanda bir yanda, Avustraliyada, Amerikada, Fransada, ya Berlində,
tələt-başa öldürəcəksiniz, qutardı o şeylər. Tutarlar qulağımızdan gətirirlər, bu da burada prezident demişkən çayı içərsiniz, oturun burada, sonra məliyirsiniz. Sonra arvadlarınıza zəng açırsınız, sən yalvarın bir yerlərə Avropa Şurasına, Avropa Birliğine. Avropa Birliğine deyir, oturun yerinizdə, gəlir Putinin zəncirin, Zelenski açsa Zelenski çəkilsə, gəlir Putin, mələdir sizi. Pulunuz var, gücünüz var, silahınız var, nüvə silahınız var. Nə olubdur, dərdiniz nədir? Azərbaycanda getdiniz, bu 30 ildə dəstəklədiniz ermənini. Dəstəklədiniz ermənini. Ona görə bu günlər demək ki, Azərbaycana durub demək ki, hədələmək, amma məsələ budur ki, nə də deyirəm. Bizim gücümüz bütövlüyümüzdədir. Bütövlüyümüzdə. Hamısı da biliblər. Hamısı qəşəh bilir. Avropası da, Amerikası da və Tehran qəşəh bilir. Rusiya da qəşəh bilir. Erməni ilə birgə hərəkət edirdilər. Casusları da burada birgə. Silahı da Rus verirdi ora hər zaman da. Paşinyan da indi çıxıb düşüb demək ki, normal, mədəni şəkildə. Küçələrdə Peterburg sandviç yeyir, ondan kart oynayır, cəmaatla deyib gülür, cəmaatın içindən çıxır normal şəkildə. Və belə də geçsə bu seçkini aparacaq. İyunun 6-sında bu seçkini aparacaq. Və bunu da bayaq da söylədim. Məğlub adamı kim dəstələyib? Azərbaycanda yapmış qanatından deyək, dur ayağa. Bax, nə deyirsən, motosikletin işləmir. Bax, səl yarqa verirəm. Benzin də verirəm. Pul da verirəm. Baxın, görün, dünəndən bəri mediada nə gedir. Əgər Paşinyana bir şey olsa, Azərbaycan dəstəkləyəcək. Özləri də bilirlər, Azərbaycan dəstəkləyəcək. Niyə? Görürlər ki, bu Azərbaycan nağdır burada. Savaşıbsan, vırıbsan, cinayət eləyibsən, terror eləyibsən. Bu deyil, bizim diplomatlar, xarici diplomatlar, nə bilim, hamısı yalan demək Qarabağda. Baxırlar da bunların əməllərinə, filanlarına, qutaran da deyir ki. Amma belə halda ki, Azərbaycan mərhəmətli əlini uzadır deyir ki, savaşdıq, indi ki, barışaq, o sazişi imzala, qoy sənin də canın qutarsın, o erməninin də, yerdə qalan erməninin də canın qutarsın. Ermənilər kətlərində yalvarırlar ki, Zəngəzur yolu havaq da açılacaq. Bu qatar hardan buradan, havaq buradan keçəcək. Bu yol adından Hasan açılacaq. Keçən həftələrdə söhbət düşdü ki, Cənab Erdoğan zada gəlmək istəyir. Ermənistana gəlmək istəyir. Qaçdılar tez 5-6 nəfəri tapdılar, bizim mübarək bayraqları yandırın, ay demək ki, ölülər yadlarına düşdü. Bir də Köçəryanı çıxartdılar hansı Siçan deşikindən, Sərkisyanla Köçəryanı gətirdilər ki, çəkilin gəldi bu teröristlər. O dövr keçib, o dövr keçib, neyi nəyəcəksiniz? Daha yoxdur, Qarabağ sizin adına martısaq da onlar geçdi, bitti, onlar bitib. Bəyək də söylədiniz, çağdaş zatdan danışaq. Çağdaş dünya budur bu günləri. Gəlib dayanıb orada, yollar dayanıb, borular dayanıb, ondan sonra Azərbaycan da çəkinmədən, demək ki, dələqə də göndərir, qrup da göndərir, qaz da göndərir, neft də göndərir, su da verir, hər rədət verir, deyir ki, bizdə belədir. Bu bizim mədəniyyətimizdir, Türk mədəniyyətidir. Amma Tehran rejiminə gəlsə, gəlib canı, heç kəs Tehran rejimini qoruya bilməyəcək. Tapılır bizim Azərbaycanda da ya Türkiyədə, mediada. Deyəsən, bunlar nə deyirlər? Bunlar deyəsən yatıblar, nəyi görürlər? Məsələ nədir? Məsələ buradadır ki, atlanırlar, ay bizim İsraillə münasibətimiz, ay Amerika ilə belə münasibətimiz. Amerika gəldi, çağırdı, Amerika dedi Vaşintonda. Paşinyana da dedi, gəl bura, otur orada. Bu da prezident İlham Əliyev. Əlver, dur ayağa. Əlver, adın da demək Zəngəzurdur. Bəlkə elə beyaz da onun adını Trump PP-də qoyarsınız, Trump'da qoyarsınız. Yaxşı. Yəni demək, nağd. Durub gəlir də, Putin gəlirdi də. Demək ki, bu günləri demək ki, Putin də bilir ki, o dünənləri soğurur adına, Ukrayna. Dəfələrlə də demişəm. Getdin ki, sən 40 saatən, 24 saata tutacaqdın, Ukrayna ölkə kimin ölkə oldu, dövlət kimin dövlət oldu, ordu kimin ordu olubdu və o Zelenskini ki, ələ salırdınız, gördün ki, hər kəs öz düz yerində olanda aktrisi idi, yaxşı aktrisi idi. Belə qəşəngdə oyun idi o zatları, öz rolunu qəşəng oyun idi. Keçdi, bura millət ona demək ki, inandı və dayandı da döyüşdə və döyüşür də. Hamını da. Ay çəkilin, Trump o altı güşəli evdəyir. Ona bir bozardılar, elədilər. Zelenski, naharda vermədilər. Oradan da qovaladılar ağ evdən. Gedib naharsız yola saldılar. Amma nə oldu? Bir siyasət işlətdi ki, bu günləri hər yanda velkamendir. Azərbaycanda da bağra basılır, ondan sonra dəstək görür, çıxır ərəb dünyasında da, Tehran vurduğu ərəb dünyası, İslam dünyasında da. Bu günlərdə deyir ki, istəyirsiniz, gələk orada bizə Zelenskidir. Gələk bu körfəzi açaqdan Mənuşehirdir, nə bilim, Hürmüzdür, nədir, nə bilmir. Onu da deyirsiniz, açaqlayıb biz, kömək eləyək. Ərəblərə də istəyirsiniz də bizə dron verək da sizə. İstehsal edək mi? Avropaya dünənləri. Avropaya 5 milyardlıq Almaniya, görünəz o dünya görə hara gəldi ki,
Döndü indiyə. Həmişə bunlar gözləyirdi silahla. İndi ki, Zelenski demək ki, bura dronları verəcək. Ukrayna. Ya məsələ buradadır ki, bu günlər bəllidir ki, zaman kimin xeyrinə gedir. Tehran rejimi də bayaq da söz edir. İndi Tehranda dünəndə İran adlanan yerin çeşidli yerlərinə. Bunlar başlayıblar ki, boş-boşuna şaqqıldatmaq. Siz güya istəyirdik ki, vurasınız. Niyə o İsrailin uçaqları göydə manevr gəzirdilər, keyfinə vura bilmədiniz? Niyə Amerikanıcılar yalandan deyirdiniz ki, F-35'i də salmışıq. Getirdə çıxartda bir görür. Harada diyor F-35'lər? Və Trump da deyir ki, bura bax, Kongresdə də bu günləri, Amerika Kongresində, dünən gecədə, yəni bugünkü alır. Dünən deyirlər ki, o 60 günlük məsələsi da bitdi, o qanun da bitdi, zat da getdi orada, Rubio da getdi orada, o zat bitibdi ya, demək ki, savaş naziri də. Dedi, indi bitdi, zadın əli açıqdır hələ, Trump'ın əli açıqdır. Trump da deyir ki, o işinin 20% qalır. Və özlərinin kasetlər ki, yayılır, özləri çəkibləri, deyir ki, bu qeyblərə qatılmış. İmam Zaman bir dənə idi qeybə qatılmış. İkincisi də tapılıb. Bu da qeyblərə qatılıbdır ki, Muştaba Xamenei qeyblərə qatılmış. Bir dənə adam vardı, bu Talibandan. Hatta, nə deyirsiniz, Əfqanistanda. Molla Ömər. Beçaranın bir gözü də harada nə dəymişdi, kördür. Özü də o qədər eybəcər. Saqqal da basıb, kifir. Ondan sonra basıb tutmuşlar da Əfqanistanı. Çıxırdı ki, o cəmaata danışanda bir nəfər də tapılırdı. Bunun üzünə, qabağına bir də pərdə tuturdu ki, yəni bunun gözəlliyi, nur, nə nur, bədbaxt bəlası, şəbbərə, əyri, gözlə görmür, saqqal basıb, hamam da bilmir, nə bilmədi, harada da öldü getdi. Amma elə ki, çıxırdı meydanlarda danışa, gəlirdilər bunun da üzünə bir dənə pərdə saxlayırdılar ki, bu şualar Əfqanistan. Ona görə də İran adlanan yerdə də deyirsən ki, nədir bu adam ki, şəbbəri olub, hər nə olubsa, çıxardın da, çıxsın görək dədəsi nə elədi ki, hansı möcüzələri elədi ki, dədəsi deyir, nə savaş olacaq, nə danışıq. Hərikli oldu ki, və demək ki, axır Amerika, mühəndis gəldi, getdi Pakistana, hamısı getdilər, oturan adamın qabağında belə quzu-quzu. Qalibov da, Qalibov həm adamı yiyən, həm paslar, İnqilab Qvardiyasından, kökdən gələn, həmsə köksüzdür. Hardan gəlir, belə deyirlərlə, iyisi cinsi Üzbəkistandan hardan gəlir, hansı dərədən gəlir. Amma bu günləri, kimsə demək ki, ümidini bağlayır buna ki, Tehran bir də özünə gələcək. Tehran bir də özünə gələcək. Xeyr, bu hayküylə çoxu bilirsiz nəyə yaranıb. Trump deyir ki, mən orada, istəyirəm ki, bir nəfəri qoyam ki, mən deyəndə öl, necə ki, bu deyir, Venezuela kimi. O da maçoda orada oturub, o birisi də xaricdədir, gəlib oturub, deyir, seçiyə gedərsiniz, gedərik. İndi hamının səsi yatdı. O da nə deyirsən, Venezuelanın parası birdən-birə qalxdı yuxarı, ondan sonra hamı işinə, ondan neft satılır filan. Deyir ki, bir də gətirəm mən də birisini istəyəm burada qoyam, sözə baxan olsun. Hər neyle etsin, namaz qılır, qılsın, qılmasa da qılmasın, mənə nə? Amma mən deyəndə oturab, amma Çinlə, Rusiya ilə gedərsiniz höbülləşməyə, o topol-mopolu da Quzey Koreyadan gətirərsiniz, nəmnəmənə filan, o dəmir-dümiri yığa verə, onları yığışdırın. Oturacaqsınız burada, bu körfəzdə də orada hotellər zat tikəcək, qəşək. Pul gələcək, ondan sonra siz də qazanacaqsınız, biz də qazanacaq filan filan. Barack Obama maşın təyyarələrlə nağd pulları o zaman 150 milyar dolarla 250 milyar dolar nağdır, ciringi nağd pulları. Uçaqlara mindirdilər, Şveysariyanda yüklədilər, verdilər Tehran rejiminə. Tehran rejimi nədir? Pulları payladı bütün teröristlərə. Suriyədə, İraqda, Livanda, hər yanda və sonra bilirsiniz nə qayırdı. 5000 dənə də Amerikada yeşil kart aldı, yeşil kart. Yəni oturum, hətta davamlı, həməşəli verdi kimlərə bilirsiniz? Ən azı verdi o adamlar ki, vaxtı ilə Amerikanın səfirligini tutmuşdular onların uşaqlarına. Dədələrinə, Kanada və Amerikaya doldurdular 5000 nəfər teröristləri və cinayətkarları. İndi Amerika hamısını qəlbirləyir. Yəni, məsələ burada nədir? İran adlanan yerdə, indi, əgər bu günləri mən daha da olsa baxsam, bu günləri 180 min tümənə çıxıb doların qiyməti. 7 tümən dolar hara, 180 min tümən hara. Yemək tapılmır, çörək tapılmır. Burada otururlar, leylək vururlar belə də. İranı görürsən də nə varıb. Cəmaatın evindən xəbərim var, çörək tapılmır, telefonları, interneti, hər şeyi bağlayıblar, sənə deyə cəmaat deyə nədir? Dərman tapılmır, o kənser tutulan, xərçək tutan adam tapılmır dərmanı. Uşağa demək ki, süt tapılmır, ondan sonra çörək tapılmır, heç zat tapılmır. Heç kəsdən qoymurlar, səsi çıxa, daraşırlar, tuturlar, basıb götürür. Gündə də edamlar gedir, gündə edam gedir. Yəni o, qəzəbli maşın, rəhimsiz maşın.
Hətta oturur da o meydanda oxuyurlar ki, Trump gəl da, bu dəfə bilirsən nə var? Bəzi silahlarımız var, hələ kağızdan çıxartmazsın. Sən nə deyirsən o? Sən birini çıxartlar, o 15'ini çıxartlar. O da demək ki, meydan oxuyur. Kimsə də qabağında dayana bilmir, dayana da bilməyəcək və burada İran adlanan yer. Elə bilirlər ki, sabahları bu Trump çəkildi, getməyəcək o cürəsinə, getməyəcək. Əgər sabah çəkildi getdi, elə biz yenə daraşıb açıq deyirlər. Qıracaq, öldürəcək, filan elə deyil. Bir-birini yiyəcəklər ki, başlayıblar yeməyə. Bir də millətlər, insanlar. Biri də deyir ki, əşi yox, day Azərbaycanlar işi də həll olub da, prezident də bizdəndir. Kətları gör, kəndi tab. Prezident sizdəndir, hə? 100 minlərcə adam öldürüblər və öldürürlər və dünyanı demək ki, savaşla qarşı-qarşıya qoyublar. Əgər Çinlə Rusiyanı, Amerika qorxmasaydılar, çoxdan ne dünya 3-cü savaşa girmişdi. Və bunlar heç deyil, tozanaq salalar, aranı qarışdıralar. Amma hər nə edirlər öz əleyhinə. İndi də Trump da gəlib, Kəncan körfəzində, indi bunlar deyib, ay Farsınımış, məmnə Fars alsan gedib, Ərəb körfəzi deyirlər, əslində biz deyik Kəncan körfəzidir, hə? Yapışıb burasından. Gəmilər də çıxır o deşikdən, ha? O çürümüş gəmiləri var, bunların nefti doldururlar. Bunlar Hasan'ı zamanı Hasan diyor, Sorok'u bitib. O zatlar deyil. Ha çıxır o deşikdən Amerikan sentikam çıxır, orada xırtəhliyə də ya qayıt, ya bağlayıb boksirəlib aparacaq. Hətta Hindistan, hətta dev kəsərlər o yanlardan da yığıb tutub gətirir, deyib bağlayıb, qoymayacaq, nəfəs çəkəsiniz. Bir qəpiyi də qoymayacaq gələ. Hər yanda da demək ki, benzin, neft satmışdır, hamısını bağlayırlar hər yanı. Hər yanda da bir dənə küməz var, oranda tapacaq, tapırlar. Sözüm ondadır ki, bu günləri İran adlanan yerin üstündə. Kimsə hesab açır, kimsə fokurlarını vurur, gedirlər, oturarlar Bakıda, hansı oteldə, kofi gəlir filan, otururlar da, İran haqqında reçətə yazırlar. Belə deyib, gedin demək ki, bir dənə qüsüldən zaddan alın, əməlli bir duşdan zaddan tutun. Elə deyir, sən bilən şov deyir, sən bilən meydan deyir bura. Necə ki, bir dəfə İran adlanan yerdə inqilab oldu. Millətlər ayaqda idilər. Xumeyninin indi hansı qapıdan, indi hələ bizim mediada çıxır ki, dünənləri sizdə də gördüm ki, demək ki, Türkiyə MİT-i indi sənədləri çıxardır. Ötün kimdir? Demək ki, Məhəmməd Rıza Xumeyniyə dedilər, buradan dəfol get, yoxsa öldürərəm səni. Dedilər, mallarını öldürmə, Yavaş Salih, Seyyid Kazımın şəriət mədarı, mallalar yığıldıra, şəriət mədarı, Azərbaycanlı. Bir dənə düzəldirəm, buna bir titel verdilər, bu Ayətullahdır. Məhəmməd Rıza deyək, yaxşı nə? Dedi, Ayətullahını öldürürsən, onda demək ki, gərək biz cəhad hökmü verək ki, bir Ayətullahını öldürmə. Dedi, yox, çağırdı Savaşı, onların KGB-sini. 3-4 dənə Savaşı edək, mindirin təyyarəyə. Zəng açdı Türkiyə, Amerikada, Amerikada Türkiyə ilə razılaşdıq, MİT ilə razılaşdılar, götürdülər Türkiyə, Ankarada o otelə, indi oteli söküblər. Bunun oğlu ilə. Oğlu da o qədər kökəlmişdi, o qədər yeyirdi, şişmişdi, bir dəfə düşdü, öldü. Hay saldılar, bunu Savaş öldürüb, dedilər ki, nə Savaş öldürüb, bu partlayıb ölübdü, Xumeyninin oğlu. Götürdülər Ankara'ya, Ankara'dan da götürdülər demək ki, 7 ay başqa şəhərdə, oradan da demək ki, İraq'a. İraq'da da oturdu Nəcəfdə. Hər ayda o zaman, hər ay 7.000 dolar, 6.000 dolar, mən deyim də sizə, 7.000 dolar, 6.000 dolar Məhəmməd Rıza pul göndərirdi o vaxt. Məhəmməd Rıza, şah, pul göndərirdi Səddamın adamına ki, Səddam orada o şortələr aparsın, versin Xumeyniyə. Səddam da axır dedi, qoy mən bunu öldürüm dedi, öldürmədə qalıb orada, demək ki, aftafasını işlədir öz işi ilə, nə işinə? Hə? Şah axıra kimi Məhəmməd Rıza, mallalar hamısı, indi burada bəyək söylədiniz, tarixdən danışma cəmaat, indi tarix vaxtıdır. Tarix vaxtıdır, hərənin şünasnaməsin, pasportun. Dədəm babon gedib Azərbaycanda, demək ki, Balşeviklərə, Qalanqulanı menşeviklərə, ay Rus dədə gəlin bura, gəlib Cumhuriyyəti aşırıblar, Əleydər Qarayevin, ondan sonra filan kəsim tulaları hələ də var, qutaran deyil. İndi bu gün deyəndə biliyorsa bu kimdir? Demə sən Allah ruhuna deyir, nə ola, o məclisdə oturur. Bunun dədəsi, babası filan, elə bu günləri bəzi vaxtlar bizlər də oturur. Rusofil. Dedim, harada diyor, Rusofil nə olası bir şeydir? Bu da, nəvəsil, nəticəsi uşağı, bu dövlətin, bu cumhuriyyətin, bu türkün. O günlərdə elə bizim bu mediada gedir, görək türk dil söhbəti gedəndə kimlər harazaq gedib. İndi hamı deyir, Ramiz Mehdi adı çəkin, hamı deyir, adını çəkmədi. Və sən o adam o zaman sənə demişdi, buna səs verin. Dilin adını dəyişəndə. Hamız onu, mən də buradaydım, yazıdır, bayramıdır. Dilin adını dəyişəndə.
Yəni bunlar adam sabahları hava dəyəndə hamısı göbələk kimi cüyərirlər. Ona görə tarix yaxşı bir şeydir. Amma düz tarix ola. Tarix yaxşı bir şeydir. Oxuyanda asıb baxırsan, demək ki, mənim o barmaq sayda olan əskərlərim, zabitlərim yalamada gələn demək ki, o qırmızı, qara ordu, 11-ci Qızıl Ordu gəlir, deyirlər. Elə bunların qabağında dayandı, yox, dayandı Azərbaycanlılar. Az sayda mənim əskərim orada dayandı. Dayandı, döyüşdü. Amma biri də Azərbaycanın içindən durdu demək ki, 250 təhvil verdi dövləti, cumhuriyyəti filan. Hələ nə yaxşı bu günləri ki, bu millət bunu bərpa elədi, Rusun ağzından saldı. İran adlanan yerdə də bütün bu vırsındırlar, deyirsən ki, bu silkələnmə, o zəlzələ gəlir bəzi vaxt, deyirsən, hələ çoxdan yerlə bura titrəyir, elə, deyir, olacaq zəlzələ, narahat olma. Bu İran adlanan yerdə də bu zəlzələ olacaq. Yəni bu günləri Trump deyir ki, biz işi orada görmüşük, işi qutarmışıq, amma 20% qalır. 20% qalır. Deyirsən, bu nə demək istəyir? 20% qalır, deyir, onda belə vuracaq ki, daha demək ki, bunların bu günləri bayaq da söylədim sizə. İndi Möhsen Rizai adını da çəkəndə adam irgənir. Möhsen Rizai, o qədər adam qırıb bu adam. İndi gəlib olub qeybilərə qatılmış Muştabanın demək ki, nə deyirsən, mavini, nə müşaviri, o danışır. O danışır. Ona görə demək ki, adam deyir ki, gəlib vuracaqlara falan, deyir, bəyə bir şey qalıb. O deyir, çıxıb hər gün cəmaata xox gəlir, televizyonlardan, kəsər. Amma o gizli danışıqda, kasetdə deyişiyor, birisi sual edir, axı gələrlər, deyir, nəyə vuracaqlar, bir şey qalıb vay vuralar. Həmin adam deyir, amma televizyondan baxanda deyir, deyir, ona baxmıyor, deyir, dalda danışıqlarına bax. Və bu günlərdə həminsə düşüblər bir-birinin canına. Deyir ki, Abbas Əraqçını, Xarici İşlər Naziri filandır, bu İnqilab Qvardiyasındır, Xontanındır, o işin başında Yəhya Rəhim Səfəvi, Cəfəri, ondan sonra 10-15 nəfərdilər cəmi cümlətani. Qorxuları da budur ki, bu iş əllərindən çıxa və yaxud o formada saxlayalar. Onda hamı demək ki, Koreya, demək Şimal Quzey Koreya rəhmət oxuyarlar. Necə ki, bu oyunları çəkiblər. Ondan sonra deyir, bunlar adam yiyənmişlər, belə adam yiyənidilər. Ona görə bu günləri məsələ budur ki, bu bölgədə, bu topraqda, geniş topraqda, indi adını da vaxtı ilə İngilislər qoyub, Türk topraqları idi, Türk dövləti idi filan. Yaxın Doğuda, Ön Asiyada, Qafqazlarda filan da hamısında bundan gedir. Məsələ budur ki, burada Azərbaycanın da taleyi təyin olur. O da Azərbaycanın ətrafına erməni təzədən şişirirlər. Trump'ın bir də baxışda olun. Putinin yadına düşüb ki, demək ki, ay burada qondarma soyğuda indi yadına düşdü. Bənəzir oldu. Bənəzir oldu. Sayın Erdoğanla qucaq-qucağa, qol-qola, bizə təhsə Türkiyə inanırıq filan eləyirik. Nə oldu? Olmasın kartoyu tapdın ki, nə də o KKB, nə idi? Almaniyada o sokaqlarda kartını ki, tapdın deyəsən. Ona görə məsələ budur. Amma Azərbaycan dövlətinin də bir şey yaxşıdır ki, Azərbaycan dövləti çoxdan da ayıq-sayıq düşübdür. Uçağımızı vurmamışdan öncədən də, həməşə də. Yəni o 40 günlük savaşda da bu dövlət də başa düşdü ki, bu millətdən sonra kimsə sənə hayan olmayacaq. Bu millət, bu Azərbaycanda, bu əziz millət, bu mübarək millət. Bu dövlət qurub, bir dövlət də qurub dövləti gəlib çalıblar, bərpa eləyibdir bu millət, dayanıbdır bu millət. Azərbaycanın güneyində də nə desələr də, nə qədər, yox 4-5 dənə çıxıb durublar bizim əziz bayrağımızı. Mübarək bayrağımız ki, biz hamımız ona görə sökülmüşük, döyülmüşük, sürüyüblər demək ki, filanlar bizləri. Hər ağzına gələni deyib, xaric daxil. O mübarək bayrağımızı götürürlər. 4-5 dənə də bilinmir kimindir, sütü kim verib bunlara. Ondan sonra bu kim hansı cinsidəndir. Ərdəbildə bir dənə Heyvərə bir molla var. Heyvərə mollayı həməşə başlayırdı ermənilərin xeyrini Azərbaycan prezidentini təhqir edir dəfələrlə. Şəpərin biri deyil, bir dənə hardan gətirib onu Ərdəbilə mən bilmirəm. Ərdəbildə o sort azdır, yoxdur Ərdəbildə o sort. Tapıb gətiriblər, İmam-Cümə qoyublar. Özü də hər zaman orada durub, ya erməniləri qarşılayırdı orada, ya da erməninin xeyrinə başlayırdı deyəndə həməşə deyib. Onun işi bu olub, hala Azərbaycana qarşı desin. Dururlar bizi də buradan kimsə, hardan açıblar bu sınırı, sərhəddi. Bunlar hardan soxulub bir dəstə. Bilinmir kimdirlər, bayrağımızı da götürüb, gedib ora salam əleyküm, gəlmişik İran adlanan yerə kömək eləməyə, bu rejimə, adam yiyənlərə. Bunlar ki, hər zaman, hər gün Azərbaycana qarşı terrorları, ondan sonra demək ki, cinayətləri, casusları, hər günü, nədir, bəs siz demək ki, doğrudan da bu Azərbaycanı çox istəyirdinizsə, o casusları çəkib aparırdınız da. Teröristləri gəlir deyib, Bakı Ceyhanı partladacaq. Bakı Ceyhan sənin nə eləysən, nəzərə gəlib Azərbaycanda filanları öldürəcəyəm. Teröristləri götür, aparırsan. Götür teröristləri apar, başqa işlə işin olmasın. Amma bu günləri Azərbaycan bayrağını götürüb gedib o nənə hərmələrə qatılmaq,
Orada ay biz gəlmişik İrana kömək eləyək. Yox, küllü dünyadan, küllü duvarlar bunların başına əməllərinə görə uçubdur. Və uçacaq da. Bunların da işi qutarıb. Demək ki, özləri demişkən, diruzu darət, suxtusuz nə darət. Gezi tezi var, amma öldü bitlisi yoxdur. Bunlar o özlərinin öz inancına deyək ki, sən demək ki, eləyibsən, əməllərin cavabını bu dünyada verməlisən. Cinayətlərinizin cavabını verməlisin. İnanmırsınız, hani Xameneyi? İnanmırsınız, cinayətlərin cavabını verməlisiniz. Hani Xameneyi? Və niyə tapıb bastırmırsınız? Bunların hamısı, bu niyə gəlir, bunu hansı soğuduza saxlayıbsınız, hansı tapab, hələ indi toprağına, ay bəy, inanınız, hələ dünənlər o cinayətkarların birini, o 86 isə bir dənə qurum vardı, bunlarda cinayət qrupu, Qudustan. Adamın o cinayətkarın, baş cinayətkarların birini, hələ dünənlərin işini tapıblar, o altda hərdən bir dənə qol çıxır, bir dənə barmaq çıxır, bilmir kimin barmağıdır, kimin qıçıdır, elə bir-birinə löhümləyib basırlar bir deşicə. Və Xameneyinki yani, bu İslama aykırıdır, 24 saat içində gələ bastırmalıydın o müsəlmanıdırsa. Tap götür də, tapın gətirsiniz, Amerika ilə savaşarsınız. Bir dənə o deşikdən çıxarda bilmirsiniz. İndi deyirsiniz ki, demək ki, o 470 kiloyu bir yerdə saxlamışıq. Saxlamayıbsınız, deşikdən çıxarda bilmirsiniz. İndi gedib siz Amerika, İsrail vuran o deşiklərin qapılarını ki vurub, tünellərin qapını uçurdub deyil. Oradan füzələri gizlədib, çıxarda bilmirsiniz. Elə siçan kimi neçəliyirsiniz. Onlar da göydən görür. Netanyahu da deyib, gəlib vuracaq mı? Gəlib vuracaq da, yaxın günlərdə vuracaqlar. Yaxın günlərdə vuracaqlar. Amerika ilə İsrail birgə vuracaqlar. Kimsəyə də baxmayacaqlar. Nə deyirsə, okey alıblar. Konqresdən də, ondan sonra qonşu ölkələrdən də, hamından da, hamı ilə də razılaşdırıblar. Vurandan sonra vəziyyət necə olacaq? Bu dəfə zərbə indiriləcəksə, yəni deyirsiniz böyük ehtimal olacaq. O zaman nə baş verəcək? İranda vəziyyət indikinə baxanda necə dəyişəcək? Heydər bəy, mən sizdən sorayım. Heydər bəy, siz İran adlanan yerdə Azad mətbuatına bir danışıbsınız, bir mətbuatına azadında? Yox. Bir adamla, bir adam, 96 milyon nəfərin, demək ki, 2 nəfər də biri o deyə, biri danışıbsınız? Yox. Bir referandum olub mu? Yox. Amma bu Amerika gəlmədən öncə, bu İsrail gəlmədən öncə nə oldu? Orada millətlər, insanlar aynən çıxırıblar, yalandan düzəldəydilər, o photoshopzaq düzəldirdilər, hamı şah istəyir, yalandan çoğunu düzəldəydilər. Millətlər, insanlar hər gün baxır olan şəkillərinə baxın, igid oğlanlar, igid gənclər, çoxu da türkdür. Nə dililən deyə, çoxu Azərbaycanlıdır. Onlara güllərin, o düşmanca savaş gülləsində atmasının fərmanı kim imzalayıb? Bu siz o demək ki, bu cəmaat demişkən, prezident, Pezeşyan, Türk prezidenti, o imzalayıbdır. Evet, bunu yalan diyor axı. İndi kimsə nə İran adlanan yerdə konstitusiyanı bilmir, qanunu bilmir, mallarını bilmir, filanı bilmir mi? O imzalayıb. 42 min nəfərlə 36 min nəfər adamı 2 gecə içində öldürüblər. Görsənir, dəl onda internet açıqdır, televizyon açıqdır filan, hamısı görünürdü, qırırlar. Deyib, qırın, qutarsın. Seyyid Əli Xameneyi əmrin vermişdi, imzasını da bu eləyib, tapşırıq qırın, tökünün, bunları qırın hamısını. 40 min nəfərdən çox vətəndaşı, qızları, uşaqları, nə savaşa çıxıblar, çox mitingə də getməyib, Yaxşı, bunu ki, İsraildən Amerika gəlməmişdi ki. Hətta orada, Trump da dedi ki, çıxın, gedin, zala kömək gələr. Köməyi də vermişmişlər Kürdlərə. Kürdlər də gəlib bizim sınırımızda, sərhədimizdə, Urumiyə kənarında dəyənib ora soxulacaqdılar. Silahları da, pulları da verib Kürdlərə. Sonra da Trump ələ salırdı. Silahı da verdi Kürdlərə. Kürdlər baxdı, gördü, nə qəşəng şeydilər, özləri götürüblər. Millət də qırıldı, çıxdı, getdi. Əlan da onların demək tutulanları hələ də edam eləyirlər. Hər gün qız oğlan çoxu da Türkiyə Azərbaycanlıdır. Mən dəfələrlə demişəm. Türk olmasın, Fars olsun, Ərəb olsun, Kürd olsun, Bəluç olsun. Sən niyə insanları qırırsan bu cürəsinə? Açıqcasına, Ali Məhkəmənin sədri də 3-cü demək ki, o adı qoruyucu, hüquq qoruyucu. Açıq, Eceybat dünənləri, büyünü səhər baxırdım. Deyək, kimə nə var deyə öldürür, əcəb edirik, öldürəcək. O təhsil ona görə öldürmüş ki, onlar bir iş görüb görməyib. Xox gəlir, hamıya ki, biz öldürər, biz bununla özünün bəqası üçün. Bugün Amerikaya istəyib meydan oxuya, bıraxın mən özüm burada demək ki, sağlayayım. Buna görə də bu İran adlanan yerdə bu rejim var ya, bu rejim, bu formada, mallası ilə, nəyi ilə, bu Fars dövlətçiliginin bu forması ilə daha kimsə istəmir. Hətta o Putin də açıqcasına girib meydana girə bilmir. Müqavilə imzalayıblar. Aralarında zat vardı, anlaşma var. Amma girişə bilmir. Niyə? Daha heç kəs öhdəlik götürə bilmir, götürə də bilməz.
Amerikada şimdi Trump da heydə 47 il gərək məndən qabaqçı prezidentlər bu işi görürdü. 47 ildən sonra mən bu işi qutaracağam. Tarixə üstə adı düşə. Qutaracağam. İsrail də deyir ki, bıraxsız gələcəklər, biz də istəyik, vurmuşam, buracaq gətirmişəm, bunun hamısını gərək qutarmalıyam. Hə? Amerikada da ay çıxıb deyirlər, Amerikalılar savaşa qarşıdırlar, ondan sonra nəma İsraildə elə söz yoxdur. Hay boş-boş danışırlar, bəlkə də Türkiyədən o CNN Fars bir dənə qız varı gəlmişdi, çəkilin dünyaya bizi tanıtdırır. Gör nə günə qalmışdı Azərbaycan, filan atdan biri bizi dünyaya gör kim tanıtdırır. Məni dünyaya, bizi dünyaya tanıtdırdı, əziz o demək ki, qarabalalarımızı bizim əskərlər. Boyları balaca da olsa, ağılları, beyinləri, iradələri çox böyükdür. Daş altıdan dırmaşdılar ermənilərin qəşəng, qoydular kəllələrini oğuzlara, deyir ki, da gəlməyəsən. Bax, erməni getdir, bir-birini yesin, yiyəcəklər də bir-birini də. Bizim köməyimiz olmasa belə, Türkiyənin yardımı olmasa beləsinə. İndi hamısı da deyir ki, oxada bunlara bir şeydir, bu nə deyirsiniz, Pezeşkiyana bağışlar eyni şeydirlər. O adama bir söz deyirsiniz, Paşinyana. Bir söz deyirsiniz, Azərbaycan başlayacaq bunu dəstəkləmək. Çünki niyə? Zaman bizim xeyrimizə gedir və burada bir məsələ vardır. Deyirsiniz ki, sabah Amerika gəlsə nə olacaq? Gəlsə də Amerika gətirib bir yerə yetirib ki, demək partlayış ərəfəsindədir, iqtisadiyyat, ekonomi partlayırdı, yoxdur. Yoxdur yəni. O həmin elə adam Pezeşkiyan da deyir, partlayır bura, yoxdur Esad, partlayır. Gəlin gedəyin danışayım, bir dənə spiritualıdır. Hələ bunu 2 həftə bundan qabaq deyildi. Yəni bu, nə deyirsiniz, körfəzi bağlanmadan, ondan gəmiləri bağlamadan, buların hər şeyi oradan gəlir. Hə? İndi dayı demək ki, ondan da bir söyləyim. O deyildi 2-yə 2000 hər şey partlayacaq, biz yetirə bilməyəcəyik. İndi başlayıb İran adlanan yerə siz dediniz ki, ay demək ki, partlayışlar olur. Bəs cəmaatiyə baxın görün, şəhər. Pensiyada olanlar, tibb bacıları, ondan fəhlələr, hamı çörək istəyir, yavaş-yavaş qorxu da tökülür və deyirlər ki, yaxşı, Amerika bu işi başlayıbsa, ya İsrail bu işi başlayıbsa, gəl qutar, ay düşübləri burada xaric daxil belələr, ay sizin qiriyyətiniz şərəfiniz harada qalıbdır, Amerika təyyarəsi gəlir, bəs sənin qiriyyətiniz şərəfin harada qalmışdır ki, 47 il, 40 il, Xumeyni, otururdu orada deyirdi, Qital ayəsini oxuyun və hamını zorlayırdılar, qız uşaq 10 minlərcə adamı qırırdılar. Yalandan Səddamla savaşı bahanə eləmişdilər, uşaq, böyük hamısını qırdılar 10 min nəfər. 10 minlərcə adamı zindanlarda, evin zindanında, Allah-u Əkbər duvarının yanında, sıqqılı uşaqları, onda bə qiriyyət şərəfi zarac etmişdi. Və demək ki, o Suriyəni gördün nə günə qoydular, milyonlarca adamı qırdı, bunlar getdi qırdılar. Bunlar, Xaməni açıq deyirdi. Və ondan nə oldu? Ərağı gör nə günə qoyublar. Və demək ki, dünyanı otalığa qoyublar və İran adlanan yerdə hamını qırırlar, hər gün də qırır. Və bu 40 min nəfəri 100 günündən qabaq öldürəndə və qiriyyət şərəfi hara getmişdi, insanlıq, vicdan filan. Cəmaat da deyir ki, bunlar bizi ki qırır, indi Amerika ilə bunların hesabı tərs düşüb. Amerika da gəlib deyir ki, yox, deyəsən bizim o terror əməllərimiz, filanız, gəlmişəm hesab kitabı sürüdəm. Yox, onda biz də gələcəyik Azərbaycanlı. Hələ hesab olmadan gəlib Azərbaycanlı qırır. Azərbaycanlı, dur ayağa sinöyə vurur, ver qabağa, Amerikanın qabağına. Mənə vur, paslara vurma, bəsiciyə vurma, ittilatıya vurma, tırnaq çəkənə vurma, uşağı zorlayana vurma, çörəyimi oğurlayana vurma. Gedib demək ki, Avropada, Amerikada, başqa yerlərdə insanları terörləyənləri vurma. Ona görə odur da mənası yoxdur. Qoy qayıtsınlar bunlar, təzədən gəlsinlər, canımıza daraşsınlar. Bu bir dənə murdar çıbandır ki, gərək bunu məhv edilər. Ya düşmanın əli ilə, ya şeytanın əli ilə, ya Allahın əli ilə fərq eləməz. Gəlib deyəcək, apara deysən ki, ədu şəvəd səbəbi xeyrəgər xuda xair. Allah istəyəndə demək ki, düşman da xeyrlərə səbəbkar olar. Belədir. Cinayəti o qədər qaldırdınız və bilmirsiniz cinayətlərinizin ucubatındandır ki, oradan demək ki, Yahud millətindən biri gəlir, gəlin mən qutarım da. Sərqivələr tərsinə zat devran edir indi. Və yaxud Amerikadan Trump gəlir, Trump biləz biləndən nə deyir? Deyir, ay İranlılar, mən sizin yaxşılığınızı istəyəndən başlayıb deyir. Deyirsən, biləysən deyə bu sözlərdir. Bunlar hücuma kesəcəklər. Trump ki başladı deyək ki, ey İranlılar, mən sizi yaxşılığınızı istəyəm, sizə kömək eləyəm, istəyəm bu rejimin əlindən sizi qutaram. Yəni, və dünyanı terrorun əlindən, sözünün qabağında kimsənin bir sözü yoxdur, terrorun əlindən qutaracağım dünyanı. Nüvə silahı düzəldir. Nüvə silahını əldə etsək, biləcək ki, mən xox gələcək. Aya Türkiyənin yadından çıxıbmı ki, əllərində Uzi, avtomatlar oluyor, balaca Uzi'dir. Avtomat, İsrailindir. Onunla belə İstanbulda belə, sokaklarda, Tehran rejimin teröristləri belə tuturdular. İstanbulda 4-5 il bundan qabaq.
İstanbulda adam qalmırdı, terör eydilər. O Kürt zindəşidən tutmuş, terör edən Kürt teröristlərini alırdılar, yollayırdılar bura, Türkiyədən. Terör eydilər, adam oğurlu eydilər. Ora gələn müsafirlər, İsveçli olsun, ondan Avropalı olsun, Türkiyədən oğurlu eydilər. Bax, bu rejim. İndi biri də Türkiyədən təəssüf olsun, çıxır. Demək ki, davay İran savaşır İran. Efendim, yerüz rahatdır. Mustafa Kemal Atatürk'ün qurduğu dövlətdə oturubsan, ordu oradadır, bilirsən ki, ona da kimsən dişi bata bilməz. Ona görə demək ki, caduza düşüb ki, vay dədavay, bunlar müsəlman deyir bu İran adlanan yerdə oturanlar. Bunlar İslamın düşmanıdırlar. Qaçıq bir şey gözlərindən orada qoşub qurublar molla formasında. Nə paltarları zamanla bağdaşır, nə əməlləri bağdaşır, nə insanlığı başa düşürlər, heç zadı yox. Təhsil demək ki, qarınları malla qabaqda veriblər bir də o İnqilab Qvardiyasından dədəsiz, nənəsiz, az, lüt, avara və özlərinin də bilirsiniz nə vardı? Kanadada bu günlər ən çox pulları İran adlanan yerdən aparanlar kimdir? Həmin bu İnqilab Qvardiyasının adamları, xavərilər filan, milyardlarla Kanadaya daşıdılar. Amma bu gün o gün olub ki, Kanada deyir ki, çıxın buradan. Milyardlarla aparıb, milyardlarla Amerikaya aparıblar, bunlar hamısı. Dədə-nənəsiz adamlar İngiltərəyə, həmin ki o qeyblərə qatılıb, deyirlər Muştaba, hardasan, gəldi Əhməd hardasan? Əhməd itib. Amma gedin görün İngiltərədə, Londra'nın ən bahalı yerlərində evlər kimindir. Və bir şey də var. Tehranda, İran adlanan yerdə siz bir dənə uşaq, elə ki uşaq dünyaya gəlmək üçün pul da tapırsınız, xəstəxana tapılmır. Demək ki, buradadır, deyəsən klinika hardadır. Klinika da tapılmır filan. Amma Muştaba, Seyid Əli Xameneyinin nəvəsi Londrada yolladılar. Neçə aylarla orada qalsın və demək ki, uşağı orada doğuzdu hamısı. Mallaların hamısı gedir Londrada, Almaniyada, Kanadada əməlləri keçir deyilər, orada çəkin eləyirlər özlərini. Sonrasından, amma yeri gələndə Amerika ilə savaşır, İngiltərə ilə savaşır. Təşəkkür edirik Hacılar bəy. Studiyamız oldu. Bizə görə zaman bizim xeyrimizə gedir. Azərbaycanın güneyi bağımsızlığını əldə edəcək. Ta bu irticaçılıqdan, bu adam yiyənlikdən, bu qondarma dövlətçilikdən, bu boş-boş filanlardan canın qutarsın. İrticadan qutarsın, şovinismindən qutarsın, işğaldan qutarsın Azərbaycanın güneyi. Evet. Yəni bu istiqlal təhsili o deyir ki, deyirsən ki, elə burada geydi kostyumları dəyişəcək. Xeyr. Azərbaycan küllən o burada o qarışıq dünyadan, o irtizacılıq, mühümaçılıq, adam yiyənlikdən, satqınlıqdan Azərbaycan qutarar. Möhtəşəm bir dövləti olar ki, Azərbaycanın güneyində, hər zaman deyirlər Azərbaycanın güneyində inqilablar diyarı Təbriz. İnqilablar diyarı axır bir dəfə olacaq, o da olacaq. İnşallah, təbii ki, bu arzularla, fikirlərlə də